Salam, mənim əziz türk qızlarım, analarım, nənələrim. Pediatra müraciət edəndə şikayətlərin içində ən çox rast gələnlərdən biri də odur ki, tez-tez uşağın başı ağrıyır. Tez-tez başı ağrıyır. Deməli, hər gün, həftədə 1-2 dəfə və yaxud da ayda 1-2-3 dəfə, yəni belə şikayətlər daha çox olur. Uşaqlarda baş ağrılarının səbəbi çox müxtəlif olar. Ümumiyyətlə, bir kənara çıxma eləyim, bir haşiyə eləyim. Ağrının səbəbi, bir nömrəli səbəbi, patogenetik olaraq, yəni tibbi yöntəmdə yanaşma etsək, oksigen aclığıdır. Həmin nahiyədə oksigen aclığıdır. Yəni, həmin hissənin qan təchizatının yəni, kifayət qədər olmamasıdır. Həmin hissədə qan dövranının yəni, kifayət normada olmamasıdır. Onu bu baxımdan, bunu yadda saxlayaraq, baş ağrılarının demək, səbəblərini aydınlaşdırdıqda mütləq qanın ümumi müayinəsi analizini unutmaq lazım deyil. Yəni, bunu diqqətdə saxlamaq lazımdır. Demək, uşaqlarda rast gəlinən baş ağrıları müxtəlif xarakterli olur. Hissəvi olur, yayılmış olur və s. Demək, bunları bir qrup halında qruplaşdırsaq, qısaca olaraq belə bir qruplaşma əldə etmiş olaraq, demək, miqren tipli baş ağrıları. Miqren tipli baş ağrıları uşaqlarda ən çox rast gəlinən demək, baş ağrılarındandır. Bunlarda demək, əsasən ağrılar bir tərəfli olur. Yəni, başın bütün hissəsi ağrımır, ancaq müəyyən bir hissəsi ağrıyır və uşaq əli ilə həmin nahiyəni göstərərək buram ağrıyır, bu hissəm ağrıyır deyir. Bu da müxtəlif səbəblərdən ola bilər. Yəni, miqrenin özü də ola bilər. Yəni, bu miqren xarakterli dedim. Miqrenin özü də ola bilər. Demək, başqa müxtəlif səbəblərdən də ola bilər. İstənilən halda bunu da səbəbi aydınlaşdırılmalıdır. Sonra gərginlik baş ağrıları çox yorulmaqdan, stressdən, qorxudan, stressdən, həyəcandan, sevincdən də hətta baş ağrıları ola bilər. Dərs yükünün çox olmasından, deməli, onun stresindən uşaqlarda daha çox rast gəlinir belə baş ağrıları və belə baş ağrıları, yəni gərginlik tipli baş ağrıları əsasən iki tərəfli olur. Yəni, başın hər iki tərəfində, daha doğrusu beynin nəzərdə tutsaq, hər iki beyin yarımkürəsi nahiyələrində ağrılar olur. Sonra sinus baş ağrıları. Sinus baş ağrıları bu burun tıxanıqlığı olanlarda, adenoidləri olanlarda, sinusitləri olanlarda üz alın nahiyəsində ağrılarla özünü biruzə verir. Məsələn, hamımızın qaymarit deyə söylədiyiniz, əslində isə Azərbaycan dilində o haymoritdir. Rus sözlərini unudun, yəni Azərbaycanca haymoritdir. Haymar boşluğu üst çənədə olan demək, sinuslu boşluqdur və orada demək ki, çirklənmənin, iltihabın olması bu ağrılara həm üst çənə nahiyəsində ağrılara, həm də baş ağrılarına səbəb ola bilir. Alın nahiyəsində, alın cibləri, hər iki qaşüstü nahiyədə sağ və sol tərəfdə, burun kökündən bir qədər sağa və sola alın cibləri yerləşir kəllənin demək, quruluşunda və o ciblərdə də demək, sinusit, frontit adlanan sinusit ola bilər. Yəni, orada da irin, çirk və yaxud da iltihab ola bilər. Bunlar allergik mənşəli də rast gəlinir. Belə halda isə uşaq alın nahiyəsini, qaşüstü nahiyələri göstərərək həmin hissələrdə ağrı olduğunu qeyd edir və eləcə də burnundan mütəmadi olaraq erinli ifrazatın və yaxud da ki, serozifrazatın axıntı şəklində müşahidə edildiyini söyləyir. Digər bir baş ağrıları isə deməli, fərqli səbəblərdən olur. Fərqli səbəblər yuxu pozğunluğu, həddindən artıq telefondan istifadə etmək, həddindən artıq kompüter arxasında oturmaq, az su içmək, sonra beyin şişləri, yəni bunun səbəblərini saymaqla qurtarmaq olmaz. Yəni, istənilən halda demək, baş ağrısının səbəbi müayinələrlə aydınlaşdırılmalıdır. Birinci, mən qeyd etdim ki, yəni ağrının səbəbi qanla oksigen təchizatının, yəni ağrı olan nahiyənin
üzr istəyirəm, ağrı olan nahiyənin qan və təchizatının kifayət qədər olmamasıdır. Yəni həmin hissəyə oksigenin kifayət qədər daşınmamasıdır. Bu da qanın tərkibi ilə əlaqədar və uşağın yaşam şəraiti ilə, həyat tərzi ilə demək əlaqədar ola bilər. Ona görə də baş ağrılarında birinci növbədə anemiyaların olub-olmadığını aydınlaşdırmaq lazımdır. Və ən çox rast gəlinən mənim praktikamda səbəblərdən biri də qidalanma qüsurlarıdır. İndiki uşaqlar, indiki dövrdə həddindən artıq dükanlarda satılan deməli konservat qatılmış qidalardan istifadə edirlər və bu qidalar da uşaqların demək bütün sistemlərinə, eləcə də sinir sisteminə təsir edir və ağrıların yaranmasına səbəb olur. Ona görə də bu qidalanma qüsurlarını da əgər sizin pediatrınız sizə müalicə təyin edəcəksə, bunu da nəzərdən qaçırmayın. Yəni uşağın qidalanması da təbii və qatqısız konservatlardan uzaq olan bir qida olmalıdır. Yəni baş ağrılarına ötəri əhəmiyyətsiz bir şey kimi baxmaq lazım deyil. Çox diqqətlə buna yanaşmaq lazımdır. Vaxtında səbəbi aşkar etmək lazımdır. Demək, istənilən hansı səbəbin olmasından asılı olmayaraq vaxtında aşkar olunmazsa, xəstəlik bir yanğını xatırladır. Vaxtında söndürmürsənsə, o yayılaraq digər hissələrə deməli keçir və vəziyyəti daha da ağırlaşdırır. Ona görə də baş ağrısı ardıcıl olaraq müşahidə olunarsa, dərhal pediatrınıza müraciət edirsiniz. O səbəbi aydınlaşdırır və birlikdə yəni uşağın müalicəsinin tədbirlərini görürsünüz. Diqqətli olun, sağ olun. Təşəkkür edirəm.